Bu tip mahnılar isə fars-tacik qarışıq ritimlərdir. Mən demirəm bu ritimdə oxumasınlar, istənilən ritimdə oxusunlar, amma səviyyəli bir şey yazıb oxusunlar. Ya da bu tip mahnıları Azərbaycan ritmi kimi soxuşturmasınlar. Fikir verin, bu ritim rəqs eləyəndə burcutmağa uyğundur. Sanki burcutmaq üçün, yəni bizə xas olmayan bir şeydir. Məlum məsələdir ki, bizim milli ritmlərimizdə burcutmaq tipli detallar yoxdur. Və ən əsası bir şeyi qeyd edeyim ki, musiqinin düşüşünü təhsilə bağlamayın. Təhsillə heç bir əlaqəsi yoxdur. Sadəcə zövq məsələsidir. Adam var ki, məsələn, elmlərlə